xəstəlikləri, onların müalicəsində fizioterapiya və bəzən də reabilitasiya metodlardan danışırıq. Niyə əhəmiyyətlidir? Konkret buna fizioterapiya lazımdır və yaxud reabilitasiya lazımdır deyə bir şey yoxdur. Elə xəstə var ki, ona əksinə əks göstərişdir. Elə hallar var ki, onsuz olmazsa olmazdır. Və bir monoterapiya vasitəsilə də xəstənin degenerativ prosesi dayana bilməz. Artroz xəstəliyi, osteoartrit dediyimiz oynağın degenerativ xəstəliyinə bir kompleks xəstəliklərin fəsadı nəticəsi kimi baxmaq lazımdır. Yanaşı xəstəlikləri, hansı hallarda hansı dərəcəli artrozlar baş verir, hansı halda onun ağrısını kəsmək olar, hansı halda ağrı kəsicidən istifadə eləmək olmaz. İltihab nəticəsində iltihabın fəsadı kimi oynaq deformasiyası tamamilə fərqli yolla gedir. Post-travmatik zədələnmələrdən sonraki deformasiya tamam fərqli yolla gedir. Yaşla əlaqədar və yaxud da ki, digər məsələn, daimi qəbul etdiyi dərmanlar nəticəsində başqa problemlər ucbatından baş verən deformasiyalar tamamilə fərqli yolla gedir. Və fərqli yolla da gedən xəstəliklərin müalicəsi eyni ola bilməz. Bunların eyniləşdirən sadəcə bir dənə ağrı kəsici dərmanlardır ki, bəzən yanlışlıqla uzun müddətli ağrı kəsici dərmanlardan bu adamlar istifadə eləyir ki, tək ağrımayım, tamamilə yol verilməzdir. Bu müalicə deyildir, belə müalicə növü dünyada yoxdur. Çox yüngül etaplarda, başlanğıc etapda, o da post-travmatik zədələnmələrdə monoterapiya şəklində daha yaxşı effekt verə bilir. Amma xəstədə yaşla əlaqədar və yaxud qəbul etdiyi dərman preparatları nəticəsində deformasiya baş veribsə, burada artıq bütün orqanizmin mobilizasiya olunmasını məsləhət görülür. Artıq prosesə osteoporozun müalicəsindən başlanılır. Hələ qan təhlilləri normaldırsa, bu səfər osteoporozun müalicəsi gedə-gedə oynağın, o deyirlər, xəstə gələn kimi deyir, getdim həkimə, dedilər, oynağın mayesi azalıb və yaxud da ki, qurtarıb. O mayeni orada orqanizm özü istehsal edir. Hazır oynaq mayesini oynağa yeritməklə, bəli, ağrının götürülməsinə nail olmaq mümkündür. Amma burada xəstənin regenerasiya əldə etmək, prosesi dayandırmaq bununla mümkün deyil. Xəstə sadəcə ağrımamaq istəyirsə, o mayelərdən vurub istifadə edə bilər. Amma sağalmaq istəyirsə, bu sağalmaq metodu deyil. Bu xəstələr sağala bilirmi? Bəli, keçirilmiş infeksiyon xəstəliklərdən, autoimmun xəstəliklərdən başqa fərq, hətta qripin artriti də ola bilər. İstənilən infeksiyon xəstəliklərdə, iltihabi proseslərdə artritin, oynaq artritin olması mümkündür. Bütün autoimmun xəstəliklərdə oynaq zədələnməsini gətirib çıxara bilir və əgər xəstədə, məsəl üçün, hansısa nəyəsə nəticəsində heç diz oynağı, məsəl üçün, travma almayıb, çanaqda travma olub, çanaq əyilib. Çanağın ya torsiyası, ya laterofleksiyası, ya burulması, ya əyilməsi baş verir. Hansısa səbəbdən, ya insan düz oturmamaq nəticəsində ola bilər və yaxud da ki, travmatik ola bilər. Və bu zaman nə baş verir? Hərəkət oxu əyilir. Hərəkət oxu əyiləndə insanın aşağı ətraflarının birinə ağırlıq çox düşür, birinə az. İnsan özündən asılı olmayaraq, onu arxadan diqqətli şəxslər baxanda, bu 1 santimetrə qədər olanda, onu ancaq diqqətli şəxslər hiss eləyə bilir və yaxud da ki, xəstəni uzadıb müayinə olunanda, eləyəndə hiss olunur. Digər hallarda xəstə onu özü də hiss eləyə bilmir, kənardan da heç kim hiss eləyə bilmir. Amma 1 santimetrin üzərində artıq əyrilik varsa, bəli, bunu xəstə özü də hiss eləyir ki, şalvarın balağının biri digərindən uzun olur, bu zaman özü də hiss eləyir. Və birazdan sonra, əgər oynaqda deformasiya baş verirsə və həkimə də gedir ki, oynağım ağrıyır, oynağa nə etmək lazımdır? Ya gel vururlar, ya ağrı kəsici dərman vururlar. Bu zaman ağrının kəsilməsi işin xeyrinədir, yoxsa ziyanınadır? Amma o çanağın əyrisini... Amma onu eləyirəm. Bəli, xəstə sadəcə hiss eləmir, deformasiya sürət. Amma biz buna fərqli yanaşsaq ki, oynağın ağrımasının, deformasiyanın əmələ gəlməsinin səbəbi nədir? Çanağın əyrisini düzəltməklə, qamət oxunu düzəltməklə, hər iki ətrafa ağırlıq mərkəzini düzəltməklə biz xəstəliyin prosesi, gedən degenerativ prosesi dayandırırıq, bu da xəstəliyin sağalmasıdır. O demək deyil ki, oynaq qayıdıb əvvəlki vəziyyətinə gəlir. Xeyr, oynağın yararlılıq əmsalı artaraq insanı ömür boyu cərrahi əməliyyatdan da hifz eləyir, oynaq iynələrindən də qurtarır. Xəstə ağrısız, yaşıtları kimi hərəkət etmək qabiliyyətinə malikdirsə, bu sağalmış hesab olunur. Amma kimsə könlündən keçir ki, mənim oynağım cavanlaşıb 18 yaşında olacaq, bu mümkün olan proses deyil.